Bizim efirdə də belə gözəl sənət əsərləri yer alır, əziz tamaşaçılar. İlk dəqiqələrdən qeyd etdiyimiz kimi bugün çox fərqli bir tədbir haqqında, sərgi haqqında sizə məlumatımız var və gördüyünüz bu əsərlərin hər biri məhz bu mövzunun davamında sizə təqdim olunacaq. İkinci həyat sərgisinin mövzusunu davam etdiririk və əlbəttə ki, dəyərli qonaqlarımız da olacaq. Amma ilk öncə məlumat vermək istərdik ki, ikinci həyat demək bu xalçaların yenidən işlənib və təbiiliyini qoruyaraq, tarixini qoruyaraq yeni bir nəfəs verilməsidir məqsəd və bunun haqqında, layihənin yaradılması haqqında, şüarları haqqında ətraflı şəkildə məlumatı sizə qonaqlarımızla birlikdə təqdim edəcəyik. Mütləq şəkildə Azərbaycan Xalça Muzeyinin direktoru Əminə Məlikova, Arts Council Azərbaycan Təşkilatının direktoru Dadaş Məmmədov və rəssam Röya Həsən studiyamızın qonaqlarıdır. Sabahınız Xoş gəlmişsiniz. Xeyirli olsun. Sabahınız xeyir. Əminə xanım, yeni yeniliklərlə, yeni istiqamətlə, fərqli, maraqlı və heç yerdə görmədiyimiz bu xalçalarla studiyamıza təşrif buyurmuşsunuz. Xoş gəlmişsiniz. Əslində xalçada tam demək olmur. Qarışıq. İkinci həyatını təzə başlayan xalçalardır bunlar əlbəttə ki. Çox sağ olun sualınıza görə. Əvvəla mən təşəkkürümü bildirmək istəyirəm bugün bizi bura dəvət etdiyiniz üçün. Dünən aprel ayının 17-sində Azərbaycan Milli Xalça Muzeyinin birinci mərtəbəsində yerləşən sərgi qalereyasında çox maraqlı, innovativ, mən deyərdim, unikal bir sərgi açılıb. Bu sərgi ikinci həyat adlanır və bu sərgi Azərbaycan Milli Xalça Muzeyi və Art Council qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmişdir və bu sərgidə bizim dəyərli 30-a yaxın rəssamlarımız iştirak edib və gördüyünüz kimi sevgi ilə, məhəbbətlə bu əsərlər, sənət əsərləri demək olar ki, işlənilib. Əsas konsepsiya nədir? Elə adından da, sərginin adından da bəllidir ki, bu xalçalara ikinci həyat verilib bizim rəssamlarımız tərəfindən. Bu xalçalar nədir? Belə bir sual yarana bilər ki, bu xalçalar hardandır? Onlar heç bir bədii, tarixi, muzey, hətta mən deyərdim estetik əhəmiyyəti daşımayan xalça qalıqlarıdır. İstifadədən artıq çıxmış xalça qalıqlarıdır ki, zədələnmiş və artıq yəni bərpaya da mümkünü olmayan xalça məmulatların müəyyən bir hissələridir ki, Dadaş müəllim tərəfindən rəssamlara yəni təqdim edilmişdi və rəssamlar isə öz sənət əsərlərini o xalçalar üzərində sevgi ilə yaradıblar. Maraqlısı odur ki, burada müxtəlif portretlər var, deməli, mənzərələr var, natürmortlar var və bizim üçün maraqlısı odur ki, o sənət əsərlərin arxasında xalça naxışları görünür və bizim rəssamlarımız da belə sevgi ilə hər bir naxışı, yəni görünən və o qədər də çox zədələnməmiş naxışı doğrudan da yəni ona ikinci həyat verərək öz müxtəlif rəng çalarları ilə onu bəzədilər. Mən təşəkkürümü bildirmək istəyirəm bu ideyaya görə sərginin kuratoru Sona xanım Quliyevaya. Sona xanım yəni bugün bizim aramızda yoxdur. Amma ona təşəkkürümüzü bildirirəm. Hər bir rəssama, bu sərgidə iştirak edən yaradıcı insana təşəkkürümü bildirirəm və əlbəttə ki, Art Council-a. Bugün də yeri gəlmişkən biz hamımız beynəlxalq tarixi yerlər və abidələr gününü qeyd edirik və bu fürsətlə mən bütün mədəniyyəti, incəsənəti, tariximizi sevən insanları təbrik edirəm və bu xoş xəbər ondan ibarətdir ki, bugün əksər muzeylərdə açıq qapılar günü elan edilmişdir və ikinci həyat sərgisinə seyr etmək istəyirsinizsə, bugün mütləq Azərbaycan Milli Xalça Muzeyinə gəlin. Çox sağ olun. Əslində nəzərə alsaq ki, qarşıdan istirahət günləri gəlir və bu fürsəti dolğun şəkildə dəyərləndirmək lazımdır. 27-sinə kimi davam eləyəcək ayın. Əminə xanım, o qədər incəliklə işlənib. Mən
kənardan düşünəndə bir anlıq, ikinci həyat deyəndə adam bir anlıq düşünür ki, bu xalçaya, dostlar, yəni o naxışları korlamış kimi də, niyə eləmişik, niyə eləyiblər görəsən, belə bir düşüncə yaranır. Amma əslində reallığa baxanda, burada canlı şəkildə biz şahidi olduq, Könül, yararsız yanmış xalçadır. Elə gözəl işlənib ki, heç bilinmir kənarda. Kənan, istəyirsən onu təqdim eləyək, tamaşaçılarımız da görsün. Çünki məhz bu günə baxan güllərinin mərkəz hissəsinə biraz diqqətlə baxsaq, oradakı zədələri, bəli, bu zədələri hətta sökük var. Burası bərpa olunub artıq. Hətta dəfələrlə bərpa olunan bir xalça parçasıdır. Yəni, əslində bu böyük bir xalça idi. Sadəcə zədələnmiş olduğu üçün, yəni bərpa işləri aparmaq artıq mümkün olmadığı üçün, yəni yararsız hala düşdüyü üçün biz ona ikinci həyat verərək və həmin bu elementləri rəsmdə istifadə edib. Yəni, ornamentləri qorumaq, eyni zamanda rəsmə inteqrasiya edərək, yəni həmin bu gördüyünüz bu yararsız yerlər rəsmin bir parçası olur. Yəni, amma çox incəliklə, mükəmməl alınıb. İkinci həyatı gözəl şəkildə elə rəssamımızla da bu söhbəti davam etdirək. Məhz bu rəsmdən söhbət düşmüşkən, Röya xanım, xoş gördük sizi bir daha. Çox xoşdur, sizin işlərinizlə biz hər zaman efirdə də təqdim edirik və bugün tam fərqli bir mövzuda bizimlə birlikdəsiz. İstərdim danışasınız, bax, zədəni gördükdə ilk olaraq rəssam kimi ağlınıza gələn nəyi dəyişmək, nələr əlavə etmək, bax, bu ruhu qoruyaraq işi davam etdirmək üçün. Bu layihəyə mən çox həvəslə yanaşdım və sevə-sevə iş gördüm. Əslində mən 3 əsər yaratdım və biz başlayanda artıq xalçanı təmizləməliyik. Mütləq üstündəki tozu mütləq təmizlənməlidir və fikirləşirdik ki, hansı boyalarla daha doğru, daha düzgün işləmək olar. Akril boyaları da hər biri. Bəli, akril boya da olur və yağlı boya da istifadə olunur. Artıq birinci işdə səhvlərimizi gördük ki, yağlı boya daha sərt qalır. Çünki ilmələr bəzən hansı xalçanın ilmələri ya sıx toxunulur, ya seyrək toxunulur. Sıx toxunuş olanda daha rahat işlənilir. Seyrək olanda artıq onun aralarına boya daxil olur və çox çətinliklə onu işləmək. Yəni, adi kətan üzərindəki iş prosesi deyil bu. Tamamilə daha mürəkkəb versin metodlar. Qat-qat çətindir. Bəli, qat-qat çətindir və səhv etmək olmaz, qəti olmaz. Çünki burada artıq silmək, təmizləmək mümkün deyil. Şans bir dəfə verilir. Şans bir dəfə verilir. Bir nəfəsdə yaranır bu əsərdə. Sulu boya kimi. Və mənə 3 xalça verildi. Mən 3 xalçanın ən sevdiyim xalça bu oldu. Çünki burada daha yararsız yerlər var idi. Məni bu daha cəlb elədi. Burada maraqlı bir formanı düşünürdüm ki, burada nə etmək olar? Güllərin ortasını göstərdim. Bu xalçanın adı, əsərin adı İşığa Doğrudur və günə baxanlar bizə ümid yeri kimi görsənir. Yəni, işığa doğru gedən güllərdir. Burada gördüyünüz kimi naxışları da biz üstünü örtmədik. Bəli, kənarlarda olan məhz bu ornamentlər qorunub saxlanır. Qarabağ xalçalarının çox gözəl naxışları var və onları mütləq və mütləq saxlamaq şərti ilə biz bu işi gördük. İkinci əsərimin adı Aşiqlərin nağılıdır. O da Leyli və Məcnuna həsr olunub. Üçüncüsü isə Bolluq diyarı. O da çox gözəl bir məscid çəkilmişdir üzərində və narda göstərilmişdir. Yəni, mən buna çox həvəslə yanaşdım. Düzünü desəm, yeni bir layihə idi, yeni bir istiqamət idi və hər bir rəssam, hansı ki, bu layihədə iştirak edib, qürur duyduq. Biz bu köhnəlmiş, zədələnmiş xalçalara yeni nəfəs verdik. Uğurlanır. Və bu tandem davam edəcək düşünürəm. Dadaş müəllim, sizin yəqin ki, layihənin yaradılmasında da məqsəd bu idi. Təkcə sənət deyil, ekoloji şuurun davam etdirilməsi. Burada çox saylı məqamlar var. Həm ekoloji baxımdan BMT-nin 17 məqsədlərindən biri olan, yəni ikinci həyat deyir, təkrar emal deyirlər, amma əslində bu xalçaya bu yeni nəfəsdir. Biz ona görə də bunun adı qoymuşuq ikinci həyat. Və burada qeyd etmək istərdim ki, mövzu, yəni bütün bu əsərlərin mövzusu Qarabağa aid idi. Qarabağ mövzusunda. Burada həm Qarabağ xalçaları da var,
və eyni zamanda mövzu da Qarabağdan bağlı idi. Təbiidir ki, bizim dövlət tərəfindən, xüsusilə Xalça Muzeyi tərəfindən Azərbaycan xalçaları çox yüksək səviyyədə dünyada təbliğ olunur və kifayət qədər, belə deyək, gözəl PR-ı var. Lakin biz düşündük ki, biz sənətkarlarla çalışdığımız üçün, yəni Art Council təşkilatı sənətkarlarla çalışdığı üçün biz də öz töhfəmizi verək və öz yeni bir fikrimizlə və yeni bir layihəmizlə biz də həmin bu, belə deyək, Azərbaycan irsinə aid olan bizim gözəl xalçaları yeni prizmadan, rəssamların, belə deyək, çəkdiyi əsərlər vasitəsilə birləşdirərək yeni bir sənət nümunəsi təqdim edək və dünyada bunu təqdim edək. Və çox da gözəl alındı, çünki hər bir rəssam hər əsəri yaradaraq xalçanın özünə məxsus olan gözəlliyini çalışıb qoruyub, ornamentlərini qoruyub və bəzilərini, belə deyək, rəsmlə inteqrasiya edərək bir gözəl bir ahəng yaradıb. Yəni, əsərlərin biri-birindən gözəldir. Gördüyünüz kimi, rəssamlarımız çox istedadlıdır, peşəkardır və bizim komandanın rəssamları Ürək xanım qeyd etdiyi kimi böyük sevinclə bu həvəslə yanaşdı bu layihəyə. Çünki hər bir mövzu diqqətlə, yəni düşünüb sonra yaratılır. Çünki burada səhv etmək olmazdı. Yəni bu gördüyünüz kimi bu xanım buradakı əsərdə xanımın obrazı var. Mənim üçün maraqlıdır. Bu digər tablolarda hansı zədə var idi? Burada var. Kənardan baxanda heç nə hiss eləmək mümkün. Əslində baxın, onun çiynində bir parça belə bir sağ tərəfdə zədə var. Bəli, orada zədə var. Gəlin göstərim. Və bu hissəsi zədələnmişdir. O qədər peşəkar çəkilib ki, hiss olunur. Rəsmlə onu bağlayıb, yəni bağlayıb. Amma eyni zamanda həmin bu ornament, yəni xalçanın orijinallığı qalıb. Bu hissəsi rəsmdir, bura isə xalçadır. Yəni bu kifayət qədər maraqlı bir kompozisiya. Eyni qaydada bu əsərdə də görürsünüz, xanımın obrazıdır və xalça onun paltarı kimi burada əks olunur və haşiyə tərəfi də qoruyub saxlanılıb və Azərbaycan xalçasının gözəlliyi qorunub saxlanıb bu əsərdə. Gözəl, həqiqətən kənardan baxanda ümumiyyətlə Əminə xanım, təsəvvür eləmək olmaz ki, bu hər hansı bir zədələnmiş xalça nümunəsidir və tam səmimi qeyd edeyim ki, könül oxşayacaq bir halı var. Hər bir, gəlin etiraf eləyək ki, sərgi nümunələri də belə alınmır, uğurlu şəkildə, amma təqdirə alqışa layiqdir. Çox sağ olun, çox təşəkkür edirəm. Əvvəla mən bunu da demək istəyərdim ki, hər bir xalçada burada bizim xalqımızın fəlsəfəsi var, burada hansısa bir xalçaçının enerjisi var. Bu dekorativ tətbiqi sənətdir, bilirsiniz ki, artıq əsrlər boyu nəsildən nəsilə keçirilən sənətdir. Amma xalça bir orqanik bir məhsuldur və onun qorunub saxlanılması qaydaları var. Və çox təəssüf ki, hərdən evlərdə, məişətdə istifadə edilən xalçalar ola bilər ki, müəyyən bir dövrdə artıq istifadədən çıxırlar. Burada yəni çox məqsədə uyğun bu layihə oldu. Biz bilirik ki, müxtəlif dövrlərdə demək olar ki, hər bir Azərbaycanda yaşayan, fəaliyyət göstərən yaradıcı insan, rəngkar mı olsun, heykəltaraş mı olsun, bəstəkar mı olsun, xalça motivlərinə nə vaxtsa müraciət edir. Demək olar ki, bizim qədim xalçaçılıq sənətimizin mövzusu qırmızı xətlə keçir hər bir yaradıcı insanın fəaliyyətində və burada mən deyərdim ki, tətbiqi sənət, el sənəti və müasir incəsənətin bir sintezi oldu. Biz onu gördük, yəni burada. Ona görə hər bir əsər çox dəyərlidir, eksklüzivdir, unikaldır və burada bir əsər var, onun da müəllifi elə Dadaş müəllim Məmmədovdur və dünən bizim kolleksiyamız bu əsərlə zənginləşdi. Mən təşəkkürümüzü bildirmək istəyirəm bütün komandamızın adından. Dadaş müəllim, şəxsən sizə ki, bu əsəri siz sevə-sevə dünən Azərbaycan Milli Xalça Muzeyinə bağışladınız və artıq bizim kolleksiyada bu əsər var. Mən əminəm ki, bu sərgi artıq Azərbaycandan kənarda
Rusiyada da nümayiş olunacaq. Dünən diplomatik korpusun nümayəndələri də yəni çox böyük maraq göstərdilər və mən istərdim ki, bu sərgi bir neçə ölkədə nümayiş olunsun. Çünki bu yenə də bu sərgiyə baxış yenə də bizim qədim halçaçılıq sənətimizə bir maraq üçün bir səbəbdir. Əlbəttə ki, və müasirlik qatılsa da, nə qədər gənclərimizin məhz sənəti nümayiş olunsa da, amma sırf baza məqsəd, əsas məqsəd Azərbaycan xalçasıdır, mərkəzdə Azərbaycan xalçasıdır. Əlbəttə ki, və bunu biz artıq anlayırıq, məqsədin nə olduğunu, ekoloji şuurun davam etdirilməsini və Dadaş müəllim, bir sualım olacaq sizə. Məhz burada xalçalarda bilirik ki, müasir gənclərin iştirakı gənclər deyil, peşəkar daha azdır. Əlbəttə ki, amma məhz bu layihələrdən sonra düşünürəm ki, gənclərin də marağı çoxalacaq. Bəli, ümumiyyətlə biz çalışırıq gəncləri dəstəkləyək və gənclər üçün kifayət qədər maraqlı layihələr təşkil edirik. Onların sırasında start layihəsi var, hansı ki, mütəmadi olaraq təşkil olunur. Sırf gənc rəssamlar üçündür və həvəskarlar üçündür. Bilirsiniz ki, gənclərlə qaleriyalar çoxdur əməkdaşlıq eləməkdən qaçır. Lakin biz onlar üçün şərait yaradırıq ki, onları da görsünlər, onların əsərlərini görsünlər. Və məhz start layihəsindən başlayaraq biz müxtəlif rəssamları taparaq, yəni yeni kadrları kəşf edirik və onları öz layihələrimizə dəvət edirik. Yəni burada məhz bir neçə rəssam var, hansı ki, biz məhz start layihəsindən kəşf edib və bu layihədə də iştirak ediblər. Amma gənclər çox deyil, çoxsu daha çox peşəkar rəssamlardır və bu yaxınlarda, məsəl üçün, bizim, belə deyək, yay rezidensiyamızda bizim rəssamların bir Mərdəkan kəndində bir rezidensiyamız var. Sırf rəssamlar toplaşır ora. Bundan öncə heykəltaraşlar toplaşmışdı. İndi isə bir neçə gündən sonra rəssamlar toplaşır və yeni əsərlər yaradıcı, milli dəyərlər mövzusunda bir yeni kolleksiya yaradırıq və onunla əlaqədar qeyri, belə deyək, rəsmi şəraitdə rəssamlar toplaşır və həmin bu əsərləri yaradır. Sonra isə təbiidir ki, mənim üçün maraqlı bir məqam var. Kiminsə evində yararsız xalça nümunəsi varsa, necə təhvil verə bilər ki, bax, o yararsız xalçanı daha fərqli şəkildə bəlkə indi sərgidə görmək istəyəcək həmin insan? Sözün açığı bu barədə düşünməmişik. Biz özümüz qapı-qapı gəzirdik, axtarırdıq, yəni müxtəlif mütəxəssislərlə görüşürdük və maraqlı xalçaların, çünki bizim üçün çox vacib olan bir amillərdən biridir ki, xalçanın gözəlliyi də rol oynayır. Yəni, həm gözəl xalça da eyni zamanda ornamentləri, çünki biz onu çalışırıq ki, həm, necə sizə deyim, həm yararsız olsun, amma eyni zamanda gözəl də olsun, gözəlliyi də olsun ki, onu necəsə istifadə edə bilək. Təbii ki, bu barədə düşünməmişik, amma çox sevinərik əgər bizə Əminə xanıma və yaxud bizə müraciət eləsələr. Xalça muzeyinə müraciət eləsələr, məncə dəyərləndirmək olar o xalçanı. Sözsüz. Çünki bu layihənin bu başlanğıcıdır və biz düşünürük bunu yeni layihələr də təşkil edir, yəni yeni sərgilər təşkil edir. Həmin bu layihəni təbiidir ki, Əminə xanım qeyd etdiyi kimi xaricdə də planlaşdırırıq. Artıq biz hətta dəvət də almışıq iki ölkədən bunları sərgiləndirmək üçün. Sadəcə bu kolleksiya getdikcə böyüyəcək. Yəni bu başlanğıcdır. Yəni ona görə də biz çox sevinərik əgər bizə belə bir müraciət olsa və yaxud həmin bu xalçalardan bizə təqdim olsa. O zaman biz tamaşaçılara səslənək. Əziz tamaşaçılar, əgər sizin də evinizdə bax o qıymadığınız tarix qoxulu xalçalarınız varsa, hansı ki müəyyən hissəsinə zədə ola bilər və yaxud artıq yararsız halda hiss edə bilərsiniz, onları mütləq elə qonaqlarımızdan birinə çatdıra bilərsiniz, xalça muzeyinə təqdim edə bilərsiniz ki, həm gözəl sənət nümayəndəsi ilə davamlı şəkildə yaşasın və həmçində tariximizi qoruyub saxlaya bilər. Və aprel ayının 27-sinə qədər bu sərgi davam eləyəcək, əziz dostlar, əziz tamaşaçılar. Gözünüz, sözün əsl mənasında gözəllik, tarix, qədimlik, milli mənəvi dəyərlərimizi görmək istəyənlər üz tutun Azərbaycan Dövlət Xalça Muzeyinə və həqiqətən çox fərqlidir, maraqlı yanaşmadır, alqışa da təqdirə də layiq. Təşəkkür edirik sizə. Çox sağ olun. Qonaqlarımız, əziz tamaşaçılarımız, Azərbaycan Xalça Muzeyinin direktoru Əminə Məlikova, Arts Council Azərbaycan Təşkilatının direktoru Dadaş Məmmədov və rəssam Röya Həsən. Çox sağ olun, minnətdarıq gəldiyiniz üçün uğurlar arzulayırıq. Davamını gözləyirik. Təşəkkür ederim, çox sağ olun.